Əli bəşərin ən xeyirlisidir, onu qəbul etməyən kafirdir yazıbdır və qabağında da yazıb Allahın rəsulu. Əvvəla İmam Əli bəşərin ən xeyirlisi deyil. Bunu kim deyib sizlərə? Ki, bəşərin ən xeyirlisi İmam Əlidir. Bu bəşərin ən xeyirlisi Muhammed Peyğəmbərdir, sallallahu aleyhi və səlləm, Allahın rəsulu. Ondan üstün bir bəşər yoxdur. Bəşərin ən xeyirlisidir, gəlmiş getmiş. Yəni, İmam Əli həyatı boyu yaşadığı müddətcə deməyib, mən bəşərin ən xeyirlisiyəm. Və yaxud da Peyğəmbərimiz deməyib, ey Əli, sən bəşərin ən xeyirlisisən. Yəni, İmam Əlini bu qədər şişirtməyə dəyməz, lazım deyil şişirtmək. İmam Əli də bir bəşər idi, Allah Rəsulunun sahabəsi idi, əhl-i beytindən idi. O da yaşadı, səhvləri oldu, xətaları oldu. İmam Əli məsum deyil idi, İmam Əli mələk deyil idi, İmam Əli Peyğəmbər deyil idi. O da Peyğəmbərimizdən sonra 4-cü xəlifə və Allah Rəsulunun ən çox sevdiyi sahabələrindən biri olubdur. Və o ki, qaldı ki, onu qəbul etməyən kafirdir. İmam Əlini kim qəbul etmiş? İmam Əlini hansı bir müsəlman inkar eləyir ki? Möminlərin əmiri